İşimizin birinci saatında bu barədə ətraflı şəkildə də danışmışdıq sujetimizdə. Əlbəttə ki, o ərazilər atəşə tutulurdu, mülki infrastrukturumuz hədəf alınırdı, amma Azərbaycan ordusu da sürətlə irəliləyirdi. Bir-bir ərazilərimizi işğaldan təmizləyirdi, azad olunurdu. İndi biz azad olunan ərazilərdən danışırıq. Azad olunan ərazilərə köçürülən sakinlər üçün isə özünə məşğulluq proqramının icrası davam etdirilir. Həmin ərazilərdə daha 20 ailə üçün özünə məşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Üstünlük verilən sahələr hansılardır? Hansı rayonlarda daha çox bu layihə icra olunur? Buna dair məlumatı isə Zeynəb Nadirova sizə çatdıracaq. Zeynəb, hər vaxtın xeyir olsun. Vaxtın xeyir olsun. Çinarə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qeyd eləyək ki, Nazirliyin yeni məlumatı var. Dövlət Məşğulluq Agentliyindən gedir söhbət. Bu zamana kimi artıq nə qədər şəxsə, belə deyək, özlə məşğulluq proqramı ilə təmin edilib, nə qədər şəxs bu istiqamətdə məlumatımız olacaq. Qeyd eləyək ki, böyük qayıdış çərçivəsində həyata keçirilir. Bu, Prezident İlham Əliyevin sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan agentliklər, qurumlar tərəfindən bir sıra işlər görülür. İşğaldan azad olunan torpaqlarla bağlı növbəti informasiyanı verəcəyik. Belə ki, bir çox şəxslər özlə məşğulluq proqramı ilə təmin olunub ki, bu istiqamətdə vurğulanan məlumat odur ki, 500 şəxs artıq dövlət proqramı əsasında böyük qayıdış çərçivəsində özlə məşğulluq proqramı ilə təmin olunub. Onlar hansı şəxslərdir, hansı vəzifələrlə təmin olunublar? Bu məlumatı da izləyicilərin diqqətinə çatdıraq. Qeyd eləyək ki, bölgələr olaraq Ağdərə, Cəbrayıl, eyni zamanda Laçın və Zəngilan şəhərlərində yaşayan sakinlər, orada məskunlaşan sakinlər müxtəlif sahələrdə çalışmağa başlayıblar. Qeyd olunur ki, onlara eyni zamanda mal və materiallar da verilib və vurğulanan məlumat odur ki, verilmiş aktivlər hesabına sakinlər kişi bərbərxanası, eyni zamanda avtoçilingər, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəlliyi salonu, qoyunçuluq, eyni zamanda keçiçilik, arıçılıq və digər istiqamətlər üzrə artıq bizneslərini yaradıblar. Bundan əlavə vurğulanan məlumat odur ki, proqram çərçivəsində yeni, belə deyək, özünə məşğulluq proqramı çərçivəsində yeni bir sahələr üzrə də insanların həmin ərazilərdə təmin olunması, həm işlərlə təmin olunması istiqamətində proqram həyata keçirilir və qeyd olunan məlumat ondan ibarət ki, 500 nəfər şəxsin artacağı istisna edilmir. Yaxın zamanda artıq Dövlət Məşğulluq Agentliyi tərəfindən bununla bağlı informasiya veriləcək. Çünki artıq bu proqrama start verilib. Proqram çərçivəsində artıq nə qədər şəxs işlə təmin olunacaq, hansı sahələr üzrə işlə təmin olunacaq, bununla bağlı da informasiya verməyə çalışacağıq. Hələlik isə verəcəyim informasiya detallar bundan ibarət idi. Bir daha qeyd edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin işğaldan azad olunan ərazilərdə bir sıra sakinlərin özlə məşğulluq proqramı ilə işlərlə təmin olunması istiqamətində informasiyanı verməyə çalışdıq. Hələlik bizdən bu qədər. Söz yenidən sizdə. Təşəkkürümü bildirirəm Zeynəb. Məlumatı bizə